Mədəni Yurdumuz. Dəyərli və hörmətli dinləyicilərim, siz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Yurd FM-də Mədəni Yurdumuzu dinləyirsiniz. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, hər həftənin cümə axşamı saat 5-dən 6-ya qədər düz 1 saat ərzində sizinlə bərabər oluruq və çalışırıq ki, mədəniyyət sahəsinə aid olan müəyyən mövzulara toxunaq. Elə məhz bugünkü kimi bugün Azərbaycanımızın gözəl rəqslərindən danışacağıq. Qonağımız Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti, xoreoqraf Rüfət Xəlilzadədir. Xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun, xoş gününüzə gələk. Çox şadam sizi görməyə. Çox sağ olun, var olun. Minnətdarıq, bolca söhbətimiz olacaq. Sizə sualları hazırlamışam, həm də özüm sizin məlumatlarınız sayəsində bilirəm ki, maariflənəcəm. Necə oldu sizdə rəqsə maraq? Əslində mən uşaq vaxtı el şənliklərində, toyda, düyündə, yəni özüm üçün rəqs eləməyi sevirdim. Yəni mənə elə gəlir ki, bu bəlkə də Allah tərəfindən verilən bir missiyanın başlanğıcı idi. Və valideynlərim məndə bu istedadı yəqin ki görüb və məni rəqs dərnəyinə, o vaxt ki Uşaq Yaradıcılıq Mərkəzi Tofiq İsmailov adına Cücələrim Ansamblına apardılar. Sözün açığı yol boyu ağlaya-ağlaya getmişəm ki, mən istəmirəm rəqsə getməyi. Mən istəyirəm futbola gedim. Amma inanın ki, ilk gündən zala daxil olduqda, musiqinin, o nağaranın səsini duyduqda, o hərəkətləri gördükdə, inanın mənim onda 6 yaşım tamam idi. Bəlkə desəm çoxsuna bəlkə təəccüblü gələr, amma mən o gündən sevdim və bildim ki, mən bu işlə məşğul olacağam. Nə yaxşı ki də məşğul olmusunuz, çünki həqiqətən də bizim üçün çox dəyərlisiniz. Bizim milli rəqslərimizi yaşadırsınız və mən çox şadam buna görə. Keçmək istəyirəm suallarımıza, əsas suallarımıza. Belə ki, Rüfət bəy, bilirsiniz ki, bir zamanlar deyirdilər ki, qadın rəqslərimizi 80-ci ildə Çınar ansambli dəyişdi. Necə dəyişdi? Niyə bax o incəlik, qadınların o süzmə hərəkətləri bir anda dəyişdi və kişilərin kobud hərəkətləri ilə əvəz olundu? Bilirsiniz, söz yox ki, bizim atalarımızın belə bir sözü var ki, aslanın dişisi erkeği olmaz. Və bizim xanımlarımız lazım olan anda bizim atalarımızın, babalarımızın yanında, kişilərimizin yanında bir dağ kimi, yəni arxa olublar hər zaman. Lazım olan anda əllərinə qılınc qalxan da alıblar. Söz onda deyil, bizim yəni Tomris kimi anamız var. Bəli. Amma bizim xanım rəqsimizdə bir zəriflik, bir naz, incəlik, xanım xatunluq var. Yəni biz onu Əlibaba müəllim, Allah rəhmət eləsin, bizim səhnə xalq rəqsimizin banisi, bizim Üzeyir bəy, mən hər zaman söyləyirəm, Üzeyir bəy bizim musiqimiz üçün kimdirsə, Əlibaba müəllimlə eyni səviyyədə sənətkardır və bizim xalq səhnə rəqsimizin banisidir və biz bacardığımız qədər onun məktəbini özümüzə bir istiqamət olaraq seçməliyik və seçmişik də və onu hal-hazırda da yaşadırıq. Söz yox ki, bu gün 21-ci əsrdir, biz inkişaf eləyirik, amma o inkişaf milli köklər üzərində olmalıdır. İnkişaf olmalıdır musiqinin aranjmanında, səslənməsində, rəqsin cizgilərində, rəqsin texnikasında, amma xasiyyətdə ola bilməz. Və əgər biz xasiyyəti dəyişiriksə, biz artıq bizim soy kökümüzə xələl gətiririk. O ki, qaldı sizin sualınıza, söz yox ki, o ansamblın bədii rəhbəri bizim hamımızın sevdiyi Əminə xanım Dilmazi idi. Bilirsiniz, bəzən insanlar yenilik axtarışında olurlar, amma yenilik çox gözəl bir şeydir. Siz bugünkü bizim Dövlət Rəqs Ansamblı proqramına baxsınız, inanınız ki, 36-cı ildə, 40-cı, 50-ci və bugünə qədər gələn rəqslərdən öz yeniliyi ilə fərqlənir. Mən bacardığım qədər unudulmuş rəqsləri çalışıram səhnəyə gətirim. Yeni ampulada, yeni bir stilistikada, amma milli xasiyyəti, xalqın xasiyyətini qoruyaraq onu eləmək lazımdır. Yəni, yeniliklə əgər sən milli mədəniyyəti dağıdırsansa, bu əslində yenilikdir. Mənə elə gəlir ki, bunun adı xəyanətdir. Amma əslində mən bəyənmirəm. Çünki xanımların rəqsi onun elə xanım xatınlığı ilə gözəldir. Bəli. Unudulmuş rəqslərdən danışırıqsa, Rüfət bəy, hansı rəqslərimiz unudulub? Ümumiyyətlə ifa olunmur. İnanınız ki, bizim elə o qədər görüləcək işlərimiz var.
Allahdan hamımıza ömür istəyirəm və güc qüvvət istəyirəm. Çünki bu elə bir millətdir ki, bunun bizim millətimizin, xalqımızın mədəniyyəti, mən deyərdim, Qafqazın vuran ürəyidir. Qafqazın gözüdür. Çünki bunu inanın biz indi ətrafda olan bir çox tanınmış rəqs ansambllərinin bədii rəhbərləri ilə mənim dostluğum var, ünsiyyətim var. Özləri də etiraf edirlər. Həm Gürcü ansamblləri olsun, həm Dağıstan, Çeçenistan, bir çox ansambl özləri etiraf edirlər ki, sizin musiqiniz qədər zəngin bizim musiqimiz yoxdur. Çünki siz bir nəzər yetirsiniz, qonşu xalqlar bir qaytağı ritmi üzərində özlərinə mədəniyyət qururlar. Və o proqrama saat yarım, 2 saat baxanda bir ritmin üzərində qurulan proqram adamı yorur. Söz yox ki, o qaytağı ritmi də Azərbaycan türklərinə aiddir. Əgər maraqlı olsa, bu haqda da inşallah danışarıq. Amma bizim 24-ə yaxın ritmimiz var. Bizim 10 döyüş ritmimiz var. Bizim dostumuz Profesör Abbasqulu müəllim bir kitab hazırladı və mən də ona rəy yazdım. 10 Azərbaycan türklərinin 10 döyüş ritmi. Yəni, bizim nə qədər aşıq ritmlərimiz var. Yəni, mənə elə gəlir ki, Qafqazda ikinci belə bir xalq yoxdur ki, 24 ritmi olsun. Və təbii bu ritmlərə uyğun da bizim rəqs nümunələrimiz var. Bizim dostumuz Rauf Bəhmənli, professor, bu işdə böyük işlər görür və mən hər zaman bunu istəyirəm efirlərdə, yəni hər zaman qeyd edirəm. Çünki bunu söyləmək lazımdır, adamın zəhməti var. Bir kitab hazırladı və mənə də ona hədiyyə elədi. 453 Azərbaycan xalq rəqsi. İnanınız ki, bu bizim rəqslərimizin bəlkə 10-15%-dir. Və çox təəssüflər olsun ki, bugünə qədər həmin o kitabda olan rəqslərin bəlkə bir 10-15% səhnədə var. Və bizim əsas qayəmiz həmin o unudulmuş rəqsləri, hansılar ki, səhnədə olmayıb heç vaxt. Məsələn, biz İrs rəqs tamaşası hazırladıq. İrs bütöv Azərbaycan. Çünki biz bilirik ki, artıq şükürlər olsun ki, ata yurdumuz azaddır və biz ondan sonra bu solo konserti mən hazırladım. Yeni bir rəqs tamaşası hazırladıq və adını da məhz İrs, çünki bu bizim irsimizdir. Rəqsimizdə bizim milli geyimlərimiz, musiqimiz, rəqsimiz, adətimiz, ənənəmiz, xasiyyətimiz yaşayır və artıq bütöv Azərbaycan var. Şükürlər olsun Allaha. Və biz o rəqs tamaşasını hazırladıq və orada bir çox səhnədə heç vaxt olmayan rəqsləri mən çalışdım səhnəyə gətirim. Məsələn, onlardan birini deyim, yəni aşıq havasıdır, Afşarlar rəqs. Bu bilirsiniz ki, Afşarlar 24 Oğuz boyundan olan bir boydur və Azərbaycanda çoxluq təşkil edən bir boydur və çox gözəl bir musiqidir. O musiqini dinləyəndə sən artıq türkün nəfəsini, türkün atının, nalının səsini eşidirsən. Və rəqs elə bir sənətdir ki, biz rəqsimizlə öz kimliyimizi, inanın biz xarici səfərlərdə son zamanlar, onu da xüsusən istəyərdim, yəni qeyd edim ki, Adil müəllimin rəhbərliyi altında artıq biz bir ilin içində 7-8 ölkəyə, yəni böyük səfərlərimiz olub, böyük heyətlə və çox xoşdur ki, hər səfərdə də Azərbaycan Dövlət Rəqs Ansamblının solo konserti olur. İnanınız ki, zal ayaq üstə, yəni alqışlayır və bu əslində Azərbaycanın böyük bir uğurudur. Çünki Azərbaycanı neft ölkəsi kimi kimlərsə tanıyır. Amma Azərbaycanın qədim mədəniyyəti var. Azərbaycanın 18 böyük bir imperiyaya malik olan bir xalq. Biz dünyaya Nizami vermişik, Füzuli vermişik, Üzeyir bəy Hacıbəyli vermişik. Biz şərqdə ilk operanın banisi, biz ilk balet tamaşasının yaradan bir xalqıq. Və onu da istəyərdim, qeyd edim və ilk milli balet tamaşasında məhz Azərbaycan Dövlət Rəqs Ansamblında bizlər yaradılmışıq və o tamaşada da mən çalışdım sırf ən qədim aşıq havalarını istifadə eləyib, sırf Koroğlu dastanına aid olan,
bizim əsas qayəmiz nə qədər ürəyimiz döyünürsə, xalqımıza, millətimizə, mədəniyyətimizə xidmət etməkdir. Həmçinin də tanıtmaqdır. Rauf Bəhməlinin də kitabında məsələn 1000-ə yaxın Azərbaycan rəqsləri var. Amma çox təəssüf olsun ki, siz dediyiniz kimi həm el şənliklərində, həm ümumiyyətlə ümumi götürsək bəlkə tam əzbərə bildiyimiz 20 rəqsimiz var. Niyə hər dəfə belə olur? Niyə bəs onlar unudulur? Tələbat mı yoxdur? Ritmə mi uyğun oynaya bilmirik? Kobud şəkildə desək. Ümumən mən deyərdim ki, yəni bizim çox yaxşı olardı ki, təhsil sistemində rəqs dərs olaraq, yəni tədris olunsun. Çünki bizdə nəğmə dərsi var. Yəni bir eyb etməz ki, bir uşağımız, bir övladımız yəni hansı bir mahnını oxuya bilməsin. Bəli. Amma milli rəqsimizi bilməsi mütləq lazımdır. Misal üçün, bizim qardaş ölkə olan Anadolu Türkiyədə, yəni Türkiyədə istənilən insanı halay söyləyirsən, əl tutur, 2 dənə, 3 dənə addım da olsa hərəkət olaraq bilirlər və bunun əsas da səbəbi odur ki, məktəbdə bunun dərsi var. Çox yaxşı olardı ki, mən elə fürsətdən istifadə edib sizin radio vasitəsilə bir çağırış eləyəsiniz. Yəni çox yaxşı olardı ki, məktəblərdə bizim övladlarımıza xalq rəqsləri, yəni tədris olunsun. Onda bəlkə də həmin o bayağı rəqslər ki var ki, bugün bizim yəni övladlarımız meyillənir ona, bəlkə də ondan uzaq olarlar. Çünki inanınız bizim xalq rəqsimizin gözəlliyini onlar hiss edəndən sonra, bildikdən sonra, daddıqdan sonra başqa heç nəyə meyil etməyəcəklər. Və o ruhda böyüyən övlad, o milli musiqinin, o bizim xalq rəqsimiz olan köçəri. Bəli. Bu musiqidə bir igidlik var, bu musiqidə bir vətən sevgisi var. Yəni o musiqini dinləyəndə o uşaq özü bilmədən onun canına hopucağı, necə ki ana laylası ilə biz bu bayatılarımızı dinləmişik, özümüz bilmədən ama bu bizim canımıza hopub. Elə də biz övladlarımızı o ruhda böyütməliyik və mənə elə gəlir ki, inşallah ən böyük problemimiz bizim ata yurdumuz idi. O həll olunubsa, mənə elə gəlir yerdə qalan bütün bu məsələlər də öz həllini yaxın zamanlarda tapacaq. İnşallah, mən də buna ümid edirəm, amma niyəsə siz çox düzgün vurğuladınız. Biraz əslində bu mövzuya sonda giriş eləmək istəyirdim, amma mənim də çox narahat olduğum mövzulardan biridir. Məsələn, sosial şəbəkələrdə çox görürəm. 4-5 yaşında qız uşaqlarına sadəcə ilk rəqsə addım atdığı anda kobud kişi hərəkətləri ilə öyrədirlər və halbuki o hərəkətlər heç bizim estetikamızda yoxdur. Mən məsələn sizin ifalarınıza baxıram, yəni heç əlaqəsi yoxdur onun bizim mədəni rəqslərimizlə. Baxın, niyə buna tələbat var? Ritmi mi? Bilirsiniz, çox üzr istəyirəm, sözünüzü kəsdim. Yəni, ümumən bizim xalq rəqslərimizə nəzər yetirəndə, o ki, siz deyirsiniz, bu öyrədirlər uşaqlarımızı, o böyük bir xəyanətdir. Eləmək olmaz, bizim rəqsimizin dilini dəyişə bilmərik. Bizim rəqsimizin oturuşmuş dili var və biz onu ancaq inkişaf elətdirə bilərik. Və yaxud söylədiyim kimi, əgər o bizim xasiyyətimizə ziddirsə, bunu etməyi heç bir mal, dövlət xatirinə də etmək olmaz. Dünya malına görə sən mədəniyyətivi, milli mədəniyyətivi, milli ruhuvi, kimlivi yəni dəyişməməlisən. O ki, qaldı o şəxslərə, olub mən bir çox efirlərdə o sözümü demişəm onlara. Bilirsiniz, məsələn, bir xırda bir element deyim. Bizim bilirsiniz də, Qafqazın ən hündür papaqları Azərbaycan türklərində olub. Tarixən belə olub. Bizim yəni hal-hazırda aşıqlarımızın başında da o papaqlar yaşayır. Bəli. Nəzər yetirirsə, hündür papaqlardır. Hətta tarixdə belə, yəni biz nəzər yetirirsə Herodotun tarixinə. Orada Massaget türkləri, yəni biz Azərbaycanda yaşayan Massaget türkləri hündür papaqlar kimi yəni qeyd olunur. Bir adları da hündür papaqlardır, şiş papaqlar. Biz nəzər yetirsək Mir Mövsüm Nəvvabın papağına. Bir çox məndə 5000-ə yaxın arxiv material var bəylərimizin, bizim igidlərimizin, qaçaqlarımızın milli geyiminə nəzər yetirsək, ən hündür papaqlar bizdədir. Və o hündür papaqla əyilərək rəqs eləmək mümkün deyil. Bəli. Yəni, ona görə də bizim atalarımız o rəqsi edərkən o qorxu var idi ki, papaq yerə düşəyə, yəni ola bilər ki, düşsün və papaq da bizim üçün bilirsiniz, namus, qeyrət rəmzidir və o el oba arasında rüsvay ola bilər. Ona görə
rəqslərimizdə, kişi rəqslərimizdə bir şaxlıq var, Bəli, bir qamət var. Bəli. Və biz rəqs ansamblında çalışırıq onu qoruyaq. Bir zamanlar var idi, bizdə bir zaman var idi ki, səhnəmizdə 30 kişinin arasında bir xanım rəqs eləyirdi. Və inanın ki, kişilər dizləri üstündə güya məzəli rəqs idi. Amma bunu sən xalqa görsədib, xarici tamaşaçıya görsədərək, axı öz kimliyini xarab eləyirsən. İnanın, YouTube səhifələrində yəni o rəqsi axtarıb tapa bilərsiniz. 30 kişi dizləri üzərində belə sürünərək o xanıma güya bu məzəli rəqsdir. Mənə elə gəlir ki, və mən bunu təsdiqləyirəm də, altımdan imzamı da atıram ki, bu bizim milli rəqsimizə olan bir xəyanətdir. Və biz belə şeylərdən tam uzaq olmalıyıq. Yenə deyirəm, hər bir xoreoqraf mütləq Azərbaycan tarixini dərindən öyrənməlidir. Bilməlidir bu millətin xasiyyəti necədir, oturuşu, duruşu, həyat tərzi. Bizim, məsələn, yaylaq, qışlaq deyilən bir həyat tərzimiz var. Hal-hazırda da var o. Biz yarım köçəri xalqıq. Xaylar tam köçəridirlər, yerləri, yurtları olmadığı üçün tam köçəridirlər. Biz isə yarım köçəriyik. Biz indi də şəhərdə, Bakıda yaşayan insanlar yay zamanı hara gedirlər? Bağa gedirlər. Və həmçində bizdə Şamaxıda olsun, istənilən yerdə yaylaq, qışlaq həyatı var və bizim Aran bölgəsində yaşayan insanların bir cür xasiyyəti var və o rəqsə təsir edir, musiqiyə təsir edir, o həyat tərzinə, o xasiyyətə mütləq təsir edir. Və dağlıq bölgəsində yaşayan insanların da təbii ki, yəni o şəraitə uyğun xasiyyəti formalaşır və o musiqidə də özünü bir üzə verir, rəqsdə də özünü bir üzə verir. Yəni və bununla da əslində bizim musiqimiz zəngindir. Çünki biz bilirsiniz də, yəni Azərbaycan 50 milyonluq, 60 milyonluq böyük bir xalqdır. Bizim Urmiya yallılarımız var ki, inanın mən onları araşdırdım. İndi Allah asansa nəsib eləsə, mən çox istərdim. Çünki mənim nə üçünsə elə bir Allahdandır, yəni düşüb mənim qismətimə, bəlkə xoreoqrafların arasında son dönəmdə yallı rəqslərinə, yəni səhnəyə gətirməyim mənə qismət olub ki, say etibarı ilə mən daha çox gətirmişəm. Olsun Zəngəzur yallısı, Ağbaba, Təncərə, Qaladan Qalaya, bizim ən qədim rəqslərimizdən biri olan Köçəri yallısı. Yəni, o tayda da bizim ən qədər yallılarımız var və bizim unudulmuş İrəvan yallılarımız var, Qərbi Azərbaycan yallılarımız var. Biz bunları mütləq yaşatmalıyıq ki, gələcək nəsil harada yaşadığımızı, hara bağlı olduğumuzu bilsinlər. Qafqazda ümumiyyətlə müəyyən özünə xas ritmləri olan rəqslər var. Məsələn, tez o dəqiqə ağlımıza ilk gələn nədir? Məsələn, lezginka, onların ritmlərinə görə. Bəs bizdə nədir? Biz ən çox hansı əldə tutulan belə məşhur rəqsimizlə fərqlənir? Siz mənim ağrılı yerimə toxundunuz, onu da qoy deyim. Lezginka deyilən bir rəqs yoxdur. Yoxdur. Bir üstə mənim, yəni, Dağıstan Dövlət Rəqs Ansamblıdır, Ansambl Lezginka. Onlarla yaxın dostluğum var. Orada xeyli Azərbaycanlı bizim həmvətənlərimiz də çalışırlar. Və bir dəfə mən onların orada oldum qonaqları. Bir xalq artisti söylədi ki, mən sənin ansamblıya baxıram, çox gözəldir. Yəni, qabaq da baxırdım, indiki ilə yerdən göy qədər fərq var. Yəni, çox gözəldir, çox dinamikdir, akademik səviyyədir. Amma bir sualım var sənə ki, niyə siz bizim ritmimizlə rəqs edirsiniz? Dedim, hansı ritmlə? Dedi, lezginka. Mən ona söylədim, təbii rusca söylədim ki, lezginka nə sənin ritmindir, nə də mənim. Bu, Rus xalqına malik olan bir ritmdir. Təbii ki, mən bunu dırnaq arası söylədim. Mənə söylədi ki, Rüfət, sən nə deyirsən? Dedim, axı, adı ruscadır. Lezginka, Darginka, Moldavanka və s. Bunun dədə-baba adı sözü də nədir? Dedi, qoy mən indi öyrənərəm. Zən vurdu bir yaşlı sənətkara, nağara ustasına və o da, mən də eşidirəm, ona söylədi ki, sən nə danışsan, biz elə dədə-babadan bunu lezginka olaraq bilirik. Və artıq məlum oldu ki, bunun kökü bunlarda yoxdur. Mənə sual verdi, bizdə bu rəqsin, bu ritmin adı
24 Oğuz boyuna aid olan bir boyun adı ilə bağlı da adı da Qaytağıdır. Yəni Qaydağı, Qaydağı. Qayılar yəni Kitab-ı Qorqudda həm Qayı kimi keçir, həm də Qayı kimi keçir. Türkün ən qədim boyudur. Bizim böyük tarixçimiz, mən sevirəm onu hər zaman oxumağa, Həsən Həsənov, Zaur Həsənov. Bunlar çox maraqlı araşdırmalar edirlər və çox möhkəm, sütunlu sübutlar getirirlər. Və Kay boyu Həsən Həsənovun, Zaur Həsənovun kitablarında ən qədim 24 Oğuz boyundan və Türkün ən qədim boyu sayılır. Və Kayı dağı hələ onunla bağlıdır. Çox təəssüflər olsun ki, Sovetlər dönəmində türkçülüklə bağlı olduğu üçün bu ad dəyişildi. Buna Ləzgifəndi deyildi, buna Lezginka deyildi. Hər nə deyildisə bizcə Qaytağı deyilmədi. Bu da bizim, çünki bilirsiniz, bizim belə bir söz var, Türk özünə dönəndə böyük olur. Biz də özümüzü bilməyək deyənə bu məsələlər səhnədir. Yəni bizim musiqimizdə də, rəqsimizdə də baş tutdu. Yəni bizim ən belə, inanın ki, mən sizə Koroğlu dastanından Koroğlu nağarası havası var. Ən qədim havalarımızdan biridir. O məhz Qaytağı üzərindədir. Və Qaytağı rəqsi elə məhz Azərbaycan türklərinə aiddir. Çünki o rəqsdə biz öz cəsurluğumuzu, öz mərdliyimizi, öz cömertliyimizi o rəqsin vasitəsilə, elementlərlə bildiririk. Ümumən kişi rəqsi yarış üzərində qurulub. Yəni hər rəqqas mən səndən daha igidəm, mən səndən daha mərdəm, daha cəsuram. Yəni o elementlərlə biri barmaqları üzərində rəqs edir, biri havada dövrə vurub dizləri üzərinə düşür. O çevik hərəkətləri eləməklə bizim milli kişi rəqsimiz əsasən yarış üzərində qurulub. Və sırf Qaytağı rəqsində də biz qartalları, şahinləri, bilirsiniz, biz Səlcuq imperiyasına nəzər yetirəndə bayraqlarına iki başlı qartal var. Biz atlarımıza nəzər yetirəndə Şahin, Tərlan, Toğrul, Anadolu türklərində Doğan, Qartal, atlarımıza nəzər yetirəndə bizim atalarımız, babalarımız bizə bu atları elə belə qoymayıblar. Çünki İslamdan öncəki tanrıçılıq inancında belə bir inanc var idi ki, uşağa nə adı atalarımız o zaman qoyurdusa, belə bir inanc var idi ki, uşaq o ruhda böyüyəcək. Və ona Şahin adı, Qartal adı, Toğrul adı qoymaqla sanki onun çünki Qartal sinifinə aid olan bu quşlar igidlik, cəsurluq rəmzi idi və bu bizim bir çox dövlətlərimizin bayraqlarında da öz yerini alıb. Və təbii ki, biz öz rəqslərimizdə də həmin o qartalları, həmin o şahinləri öz rəqsimizlə tərənnüm etməli idi və bu bilirsiniz, hər bir elementin nəsə bir dayanan nöqtəsi var. Misal üçün, xanımlarımızın rəqsində sinə sındırması deyilən bir hərəkət var. Yəni, xanımlar çiyin sındırması eləyirlər və sinə sındırması eləyirlər. Yəni, onun olunmasında da bir səbəb var. Səbəb nədir? Onların o boyunbağı deyək, sinəbənd deyək, o qızıldan yəni zinət əşyası idi. Və onun səs eləməsi belə, yəni o da bir ritim yaradırdı. Yəni bizim xanımlarımızda, misal üçün bizdə Əlibaba müəllimin o zaman hazırladığı ən qədim rəqslərimizdən biridir, yəni toy rəqsidir. Xanımlarımız, gəlinlərimiz toyda bardaqla, yəni stəkanlarla, şərbətlə rəqs edərdilər. Və inanın ki, o rəqs indi də yaşayır, indi də ayaq üstü alqışlanır, çünki milli ruh var orada. Və orada ən maraqlı bir element də nədir ki, o bardağı ritim döyə-döyə, yəni ritmi səsləndirə-səsləndirə, xanım o elementləri, o çətin elementləri eləyə-eləyə və bir damcı da su axmamalı, yerə düşməməli. Yəni bu bizim mədəniyyətimizdir və biz bununla gözəlik. Biz yenilik axtarışında yox. Amma
əgər Rauf Bəhmənlinin olsun, Abbasqulu müəllimin olsun, kitablarında minlərlə rəqs nümunəsi var ki, bunlar hələ səhnə almayıblar. Hələ bizim xalqımız heç onları eşitməyib. Siz yeniliyi burada axtarın. Bəli. Belə bir söz var, yəni qonşu xalqda ki, ən yaxşı yeniliyi yaddan çıxmış, yəni köhnədir. Amma əslində bu heç səhnədə olmayıbsa, mən üzümü bütün xoreografları tutaraq yenilik mütləq lazımdır. Yeni bir üsul, rəqs elementləri, cizgiləri, amma milliliyi qoruyaq. Bəli. Çünki biz milliliyimizi qoruyaraq gələcəyimizi quracağıq. Əgər yəni bizim Ali Baş Komandanımız hər zaman, mən hər çıxışına demək olar diqqətlə dinləyirəm. Həmin o döyüş zamanı 44 günlük Vətən müharibəsində və ondan sonra hər zaman qeyd etdi ki, 17 il mənim hakimiyyətim dövründə milli ruh üzərində, mən bunun altından cizgi ilə çəkərək söyləyəm, milli ruh üzərində yetişən gənclik ata yurdumuzu yəni azad etdi. Bu artıq bizim üçün bir mədəniyyət işçisi olaraq bizlər üçün də Ali Baş Komandanın bir mesajıdır ki, milli ruhunuzu qoruyun, yaşadın, inkişaf elətdirin və gələcək nəsillərə çatdırın. Bəli, elə bu qollardan biri də bunu rəqs vasitəsilə çatdırmaqdır. Yeri gəlmişkən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müəyyən görüşləriniz olur sizin. Bilmək istəyirəm, bax o görüşlərdə nədən bəhs edirsiniz? Mən bayaq da söylədim, indi də istəyirəm. Çünki bilirsiniz, olunan işi mütləq demək lazımdır. Bəli. Əgər fərqlilik varsa, yanaşma varsa, mən bu yaxınlarda bir yəni kino rejissoru da yəni dostumuzla söhbətimiz oldu. İnanın o da bugünkü dəyişikliyi, yaxşı yöndə olan dəyişikliyi mənə söylədi. Və biz onu hər zaman söyləməliyik ki, bugün olunan işlərdə həqiqətən böyük bir inkişaf var və bizim əslində cavan nəsillə, əslində biz də cavanıq, çox yaxşı döyürük, amma yeni yetmələrlə görüşməmizdə bir fayda var. Yəni biz onlara əgər bizim sözlərimizdən bir kəlmə belə, çünki biz də öz ustadlarımızdan öyrənmişik, biz öz tariximizdən araşdırmışıq, öyrənmişik, bir kəlmə belə öyrənsələr və o yadlarında qalsa, nə xoş bizə. Əsas odur ki, milli ruhumuz o övladlarımızın içində yaşasın. Bəli. Bayaq rəqs hərəkətlərindən danışdınız. Mənim gözümdə xalq artistimiz Teyyub Aslanın Qarabağ əsərindəki o klipi canlandı. Çox möhtəşəm hərəkətlər var. İnsan baxdıqca qürur hissi yaşayır. Biraz istəyirəm o klipin hazırlanmasından danışasınız. Hansı ki sizə məxsusdur. Deməli, Vətən müharibəsi hələ yəni, davam eləyirdi və bizə dostlarımız vasitəsilə xəbər tutduq ki, artıq bizim yiğitlərimiz Şuşadadırlar. Bəli. Yəni, əslində mənim də yəni, bir tərəfim Şuşalıdır, yəni ata nənəm Şuşalıdır. Söz yox ki, biz yəni, yəni, biz onun həsrəti ilə yaşamışıq hər zaman. Və şükürlər olsun ki, yəni, bu xəbəri aldıq və bizim bir yaxın sirdaşımız var, dostumuz var, çox milli adamdır, mən onu da salamlayıram buradan. O istəməz ki, mən onun adını çəkeyim, amma söylədi ki, bəlkə belə bir şey eləyək. Yəni, belə bir klip hazırlayaq. İnanız, ora yəni, bizim yazıcımız, şairimiz Rafael Oğuztürk Dağlı, çox milli adamdır. O, Vüqar Cəmalzadə musiqini hazırladı. Təbii ki, mən xoreografiyanı hazırladım. Bizim xalq artistimiz Teyyub qardaşımıza da müraciət elədim. O da inanır ki, yəni o an hər kəs çalışırdı ki, nəsə eləsin. Yəni, çünki bilirsiniz, bizim qardaşlarımız əgər o Şuşaya, qayalara dırmaşaraq öz canlarını fəda edib, o zaman yəni, şükürlər olsun ki, millətimiz yumruq kimi birləşdi və o yumruq hələ də öz yerindədir. Və biz də çalışdıq ki, nəsə eləyik. Hərə bir iş gördü, ona görə belə maraqlı bir yəni, klip alındı və orada biz məhz qaytağı ritmi üzərində elədik. Çünki bir üstə o bizim yəni, mahnımızın sözləri də biraz fərqlidir, amma biz sözləri təbii ki, yəni o ilk yaranan sözlər də çox gözəldir, amma biz sırf bu
azad olsun, yəni Şuşamız azad oldu deyənə biz Bəli. belə bir addım elədik və milli ritmimiz, yəni milli ritmimiz olan qaytağı üzərində elədik. Çünki bilirsiniz, qaytağı döyüşçü ritmidir. Və gün yarıma hazırladıq onu. Çox az bir müddətiniz oldu İnanın ki, biz yəni uşaqları qrim eləmək, giyindirmək, xoreografiyanı hazırlamaq və ümumən bu çəkiliş prosesi yəni biraz çətin idi. Bu poligon deyilən bir yer var. Biz ora getdik. Uşaqlar inanın ki, və maraqlısı o, yəni o idi ki, ansambl heyətindən bir nəfər belə demədi ki, mən yoruldum. İnanın, bax, bütün günü çəkiliş oldu. Bir nəfər belə, baxmayaraq əyin dəyişmək lazım idi, gah milli geyimi giyinmək lazım, əlində qılıncla, yəni açıq havada, Qobustanda, yerin, yəni səhnədə yəni, daşlıqdır. Ona baxmayaraq, inanın, bir nəfər belə rəqqaslardan biri də demədi ki, mən yoruldum, çünki bunu sevə-sevə edirlər. Bəli, heç təəccüblənmədim, çünki əsərin adı Qarabağdır və təbii ki, insanlar yorulmaz. Çox özü ilə qürur duya-duya, o vətənpərvərlik hissini hiss eləyə-eləyə o hərəkətləri icra ediblər. Çox möhtəşəmdir, həqiqətən. Mən çox təşəkkür edirəm sizə, sırf bunun üçün. Xalqımızın da xoşu gəlir. Rüfət bəy, bilirsiniz məndən maraqlıdır. İşinizin çətinliyi nədir? Hər işin çətinliyi var, o ayrı. Amma sizdə nədir? Sizi biraz belə deyim, biraz olsa yoran, bax belə. Yox, mən ümumən işimdən yorulan adam deyirəm. Mən əksinə işsiz, yəni olduğum zamanda darıxıram. Yəni inanın, bunu söz üçün demirəm, Allah şahiddir ki, mənim səhərim musiqi ilə açılır, rəqslə açılır. Olur ki, gecə saat 2-3-ə qədər bəlkəm də. Heç xırda bir misal çəkim. Xarı bülbülə hazırlaşırıq və belə bir təlimat gəldi ki, Uzundərə rəqsi hazırlanır. Məndən qabaq da Uzundərə rəqsi bir neçə quruluşda olub. Və ondan qabaq da mən Özbəkistanın dövlət rəqs ansamblı olan Baxora dəvət aldım, Uzundərə rəqsi hazırladım. Onun məqsədi yönünü hazırladım ki, həm bizim xalq rəqsimizdir, həm də Özbək qardaşlarımız onu harada ifa eləsələr, bu mənfur qonşularımıza da bir dərs olar ki, bu məhz Azərbaycan türklərinin rəqsidir. Və mən oturdum, düşündüm, artıq işimi boşalmışam o Uzundərəyə. Və inanın ki, bir gecənin aləmində o təbdilən bir şey var. Yəni, sənət adamları məni anlayar. Təbdilən bir şey var. O təb insanın gözünün qarşısında başlayır canlanmağa. İnsan özü... Sanki bir vəh gəlir insana. Əstəğfurullah. O, yəni, başqa bir aləmdir də. Yəni, inanın ki, o aləmi gərək ancaq dadasan ki, biləsən. O, başqa bir... Onda insan özü olmur. Yəni, başqa bir avraya girirsən, amma gözəl avradır. Yəni, o, inanın ki, o yaradıcılıq anı və biz o Uzundərəni hazırladıq. O Uzundərə Cıdır düzündə cənab prezidentimizin qarşısında, Mehriban xanımın qarşısında və xalqımızın qarşısında ifa olundu. İnanın, mən bir neçə dostlarımdan xəbər aldım ki, qonşularımızın, o mənfur qonşularımızın bütün xəbər kanalları onu paylaşdı ki, və sadə dildə desəm, partlayaraq paylaşdılar ki, Azərbaycanlılar Şuşada, Cıdır düzündə Uzundərə rəqsini ifa edir. Balam, elə Azərbaycanlılara ifa eləməlidirlər. Nəyi təəccüblüdür bu? Bizimdir çünki. Məsələ nədədir? Bir zamanlar bizim ifaçılarımız, məsələ xırda bir şey deyim də, Balabandan uzaqlaşmışlar, əksəriyyəti klarnet çalardı. O da gözəldir. Amma Balaban bizim dədə-baba musiqi alətimizdir. İndi şükürlər olsun, biz ona qayıtmışıq. Bir zamanlar muğamdan uzaqlaşmışdılar, şükürlər olsun, Mehriban xanımın dəstəyi ilə muğamımız bizə qayıtdı. Və rəqsimiz də o yöndə, yəni dövlətimiz böyük işlər görür və biz sənət adamları da öz sənətimizlə dövlətimizə dəstək olmalıyıq, öz sənətimizlə millətimizin mədəniyyətini inkişaf elətdirməliyik. Zay etməyə nə var ki? Onu düzgün yöndə inkişaf elətdirmək çətindir. Yəni, bugün mən misal üçün bunu da söyləməliyim. Xanımlarımız çıxırlar, biri nağara ilə rəqs eləyir, biri, nə bilim, hərə bir, o Hacı Baba Hüseynov Allah
rəhmət eləsin Qəni. Onun bir sözü var idi, mən hər zaman söyləyirəm, çünki sevdiyim bir sözdür. Hərənin hər nə gəlir, əqlinə ifa eləyir, musiqin zayilisin, bizlər üçün ar olsun. Mən deyərdim ki, bu ancaq musiqimizə aiddir. Şeiriyyatımıza da, rəqsimizə də, milli giyimimizə də, adət ənənəmizə də, folklorumuza da aiddir ki, bunu zayi etmək olmaz. Bu bizim toxunulmaz qalamızdır və biz bunu qoruyaraq millət olaraq yaşayacağıq. Çünki zahirən baxanda hansısa bir İtaliyada yaşayan İtalyanla, İspaniyada yaşayan İspanla Azərbaycan türkünün zahirən belə bir fərqi yoxdur. Yanbayan dayansıq, danışmayana qədər siz bilməyəcəksiniz kim kimdir. Və dil olaraq biz necə öz milli dilimizi seviriksə, biz öz Azərbaycan türkçəmizi yaşadırıqsa və bizə əslində yaşadan da türkçəmiz oldu, Azərbaycan dili oldu. Çünki bizim böyük şairlərimiz oldu. Həmin o 70 illik əsarət altında olduğumuz dövrdə, Sovetlər dönəmində Səməd Vurğunun elə o bir kəlməsi ki, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, bu bizim üçün həyatdır, dünyadır. Biz həmin o, üzr istəyirəm, Bəxtiyar Vahabzadələr, Xəlil Rızalar, Səməd Vurğunlar bizim dilimizi qorudu. Və bizim mədəniyyətimizin də dili var. O dili də böyük ustadlar yaradıb. Üzeyir bəy kimi, Əlbon müəllim Abdullayev kimi böyük ustadlar bu dili yaradıbsa, heç kimin haqqı yoxdur bu dili dəyişsin. Biz o dili inkişaf elətdirə bilərik. Və o məktəb üzərində. Məsələ sadəcə. Ya da dəyişirsə, milli ruh adı altında dəyişməsin. Məsələn, hər hansı bir alətlərlə ifa eləyirsə, fərdi rəqs adı altında dəyişsin. Çünki bu daha münasibdir məncə. Bilirsiniz, çox yaxşı olardı. Yəni, balet janrı şaxələnib. Siz etno-caz balet də görə bilərsiniz, rock balet də görə bilərsiniz. Yəni, əgər kimsə bir yenilik eləmək istəyirsə, müasir ansambl olaraq yaransın və orada istədiyi müasir formada öz rəqsini eləsin. Təbii ki, bunun adı müəyyən olunmalıdır ki, bu məsəl üçün də etno-caz istiqamətdədirsə, yenə də bu həmin o etnonu qorumalıdır, amma üslubu biraz dəyişməlidir. Və ən böyük fəsad büsnədir. Mənə də gəlir ki, hərə öz işi ilə məşğul olmalıdır. Çünki savad mütləq lazımdır. Mən bir sənətimlə əlaqədar bir kitab oxudum, balet meister sənəti. Və orada belə bir söz var idi, Moiseyevin sözü idi ki, deyir, bədbaxt, mən də sinxron olaraq çalışacağım, Rusçadan tərcümə edeyim, bədbaxt o adamdır ki, onun Allahdan vergisi var, hansısa bir sənətə, yəni sırf rəqs sənətindən bazda söhbət gedir, amma savadı yoxdur. Və yaxud savadı var, amma Allah vergisi yoxdur. Yəni, bunun ikisi bir yerdə vəhdət təşkil edəndə sənət nümunəsi yaranır. Yəni, bəzən olur ki, insana baxırsan ki, teoriyanı bilir, baxırsan ki, bu kitabdan xəbəri var, amma bu bir işdir. Düşüb bu sənətə oxuyub, bilib. Bunun daxilən Allahın vergisi yoxdur. Nadir hallarda olur, misal Əlvan müəllim Abdullayev heç bir təhsil almadan, amma o cür rəqslər hazırlayıb ki, inanız ki, bu 100 ildə, 200 ildə bir dəfə gələn insanlardır. Amma bugün artıq biz 21-ci əsrdə yaşayırıq, bugün dünya bilirsiniz, həm böyüyüb, həm də kiçilib. Çünki biz internet vasitəsilə istənilən şeyə baxa bilirik. İnanız, mən rəqslərimi hazırlayanda çalışıram, heç bir kollektivin rəqslərinə baxmayım. Çünki istər-istəməz bir xoreoqraf olaraq altyapıda nəsə yadda qala bilər və sən nəyisə bilmədən oxşada bilərsən və əslində bu düz deyil. Onun üçün özüm oxuduğum zaman, yəni təhsil aldığım zaman mənim ustadlarım olub, o zaman bir çox şeylərə baxmışam, hal-hazırda da maraqlanıram, baxıram, amma bu prosesdə çalışıram, ondan uzaq durum ki, öz icadımı yaradım. Çünki hərə öz
icadı ilə maraqlı gələr də mənə elə gəlir. Bəli, bəli, həm də öz imzası ilə daha çox tanınır. Bax, sizin dediyinizin əslində sübutunu mən bayaqdan veriliş boyunca görürəm. Çünki verdiyim hər sualın arxasında mütləq birinci tarixi arqument gətirirsiniz. Birinci oradan başlayırsınız. Bu çox əla bir şeydir. Çünki biri var, rəqs deyəndə bilirsiniz necə? Düzdür, bizim rəqslərimiz, ümumiyyətlə bütün rəqslər mən düşünürəm ki, dəyərlidir dünyada. Hamısı çox gözəldir, özünün estetikası var. Amma rəqs təkcə hərəkətdən ibarət deyil. Adətdən, ənənədən, milli irsdən, sizin dediyiniz bayaqdan sadəcə mən sırf o tərəfə kökləmişəm, mənim üçün yenilikdir. Rəqs böyük bir fəlsəfədir. İnanın ki, mən özüm üçün araşdırma elədim. Zamanında bir çox müəllimlərimə sual verdim ki, bizim xalq rəqslərimizdə tutduğumuz Azərbaycan, yəni kişi əli varlar. Mənası nədir? Hərəsi bir sözdür. Söz yox ki, Sovetlər dönəmində oxumuş insanlar idi. Onlar bir o qədər türkçilikdən, millilikdən xəbərləri yox idi. Mən özüm üçün araşdırmaya başlayanda, adısı 19-20 yaşında, o bayaq söylədiyim o şahinləri, qartalları axtardım, tapdım bizim tariximizdə, bizim dastanlarımızda, bizim adətlərimizdə və nəzər yetirdim ki, bir çox türk dövlətlərində yaşayan türklərin rəqslərində məhz həmin o əllər var. İnanın, mən Uyğuristanda yaşayan Uyğur türklərinin rəqsini izlədim və siz də izləyə bilərsiniz. Eyni yumruqlar, eyni əllər. Yəni, əslində nə boyda məsafə var? Düzdür, o Çin səddini elə biz türklərin xofundan zamanında tikiblər. Amma yəni, bu böyük bir millətin, böyük bir mədəniyyətidir. Ləhcə fərqi ola bilər. Biz bugünkü Azərbaycanımızda Bakıda yaşayan Azərbaycanlı ilə Şəkidə yaşayan, Naxçıvanda yaşayan, Lənkəranda yaşayan Azərbaycanlının ləhcə fərqi var. Təbii ki, musiqi, ritm, ifa üsulu fərqi də Özbəkistanda olsun. Məsələn, çox istəyərdim bunu qeyd edim ki, Xarezmdə mən Özbəkistanda oldum və onların çox gözəl, zəngin musiqi, rəqs mədəniyyətləri var. Orada öyrəndim ki, Xarezmdə yaşayan Xarezm türklərinin milli giyimi, hətta cənab prezident də səfərdə olanda Özbəkistanda belə bir söz söylədi ki, bu papaqdan, bəy papağından bizdə də var. Bəli, xatırlayıram. O əslində bir mesaj idi ki, biz bir milləti, 6 türk dövləti və bu bizim mədəniyyətimizdir. Bəzən bizə söyləyirlər ki, o bizim milli kişi giyimimizin adı çuxadır. Çox təəssüflər olsun ki, Sovetlər zamanında bütün ətrafda yaşayan qonşu xalqlar ona çoxa, çuxa söylədi. Sovetlər zamanında necəsə bizə ona Çirkeska deyilirdi. Biz inanın gəldiyimiz gündən Azərbaycan Dövlət Rəqs Ansamblına, yəni rəhbər vəzifəsinə, hər bir rəqqasa, inanın mən onlara həm rəqsi öyrədirəm, təlim edirəm, yeni quruluşları və bəzən də bir çox vaxt daha doğrusu belə bir 15-20 dəqiqə sırf bunun mənası nədir, tarixin nədir, kökü nədir? Çünki ifaçı bilməlidir ki, nəyi ifa edir. Hər bir Azərbaycanlıya nəsib olmur öz dədəsinin, babasının milli giyimini giyinsin. Sən onu giyinirsənsə, sən bununla fəxr eləməlisən, sən ona layiqli həyat tərzi sürməlisən və sən o ruhda yaşamalısan ki, çünki sən seçilmişsən. Yəni 10 milyonluq bugünkü Azərbaycanımızda ümumən biz 50-60 milyonluq, 60 milyonluq xalqın içində sən 50 nəfər, 100 nəfər seçilmirsənsə, nə xoş sənə. Rüfət bəy, rəqsin hər hansı bir yaşı var mı? Məsələn, danışırsınız, ansamblda müəyyən bir yaş standartı varmı ki, deyək ki, müəyyən yaşdan sonra artıq təəssüf ki, rəqs ifa eləmək olmaz? Bu bizim əslində rəqqasların, rəqqasələrin ağrılı yeridir. Çünki bir zamanlar bizim səhnədə olan fəaliyyətimiz 20 illik stajla ölçülürdü. Yəni, rəqqas və rəqqası səhnədə 20 il çalışdıqdan sonra artıq təqaüdə gedirdi, pensiya alırdı. Çox təəssüflər olsun ki, bugün o pensiya yoxdur. Və əslində bu rəqs aləmində olan problemlərdən biridir. Çünki bilirsiniz, bu pensiya yoxdursa artıq xalqımız öz övladlarını bu sənətə yönəldir. Çünki 40 yaşından sonra səhnədə profesional rəqs elmi çox çətindir.
söz yox ki, erkənliyində hər özü üçün 50-60 yaşında da rəqs eləyə bilər. Təbii ki. Amma professional rəqsi, akademik rəqsi səhnədə ifa eləmək çox çətindir. Çünki ümumi fiziki forma dəyişir. Üz cizgiləri dəyişir. Təbii ki, yaş özünü göstərir və o çətin proqramı layiqli şəkildə səhnədə ifa eləmək mümkün deyil. Və məcburən rəqqasələrimiz, rəqqaslarımız və həmçinin balet artistlərimiz səhnədən uzaqlaşmağa məcbur olurlar və müəyyən problemlərlə, yəni rastlaşmaq ehtimalı var və rastlaşırlar da. Və bu əslində rəqsi olan axının qarşısını biraz yox, bir xeyli alır. Çünki inanınız, mən zamanında dəstəyirdim, hal-hazırda rəqs ansamblının 60-70% mənim yetirməmdir, hansı ki, mən sıfırdan onları uşaq vaxtına hazırlamışam. Yəni, valideyn insana sual verir ki, bəs bu 40-45 yaşından sonra uşaq nə ilə məşğul olacaq? Bu suala mən çətinlik çəkirəm cavab verməyə. Amma yenə də istəyərdim qeyd edeyim ki, mən hər zaman deyirəm, mənim üçün bir Azərbaycanlı kimi ən böyük problem bizim ata yurdumuz idi, Qarabağ idi. Bu böyük problem həll olundusa, mənə elə gəlir ki, bu böyük problemin yanında yerdə qalan problemlər hamısı xırda problemlərdir və onlar da öz zamanı var. Yəni, biz cənab nazirə də müraciət etmişik, o da bizi dinləyib və o da əlindən gələni edir ki, bu problem öz həllini tapsın və biz də inşallah əlimizdən gələni eləyəcəyik ki, yəni rəqsimiz yaşasın. Çünki rəqsimiz yaşadıqca bizim milli ruhumuz da yaşayır. Bəli. Son olaraq planlarınızdan istəyərdim bəhs eləyəsiniz. Səhv etmirəmsə, siz festivala getməliydiniz, düzdürmü? Biraz o barədə məlumat verək. Bildiyiniz kimi Şuşada hər il Xarı Bülbül festivalı olur, keçirilir və bu il yubiley ilidir, yəni 5 illik idi. Şuşamızın 5 il azad yubiley ilidir və biz də bu festivala hazırlaşırıq. Mən istəməzdim çox açıqlama vereyim, amma xırda bir nüansları istəyərdim. Yəni qeyd edeyim ki, biz orada bilirsiniz, Üzeyir bəyin 140 illiyi idi. Üzeyir bəyin cəngisini yeni bir rəqs quruluşunda hazırlamışıq. Qılınclarla, qalxanlarla dünya görsün ki, Türkün ruhu nədir. Və ən qədim rəqslərimizdən biri olan da Şələqoy rəqsini Əfrasiyyə Bədəlbəylinin zamanında Qız Qalası baletində istifadə etdiyi Şələqoy rəqsini. Buna bilirsiniz də bizim mənfur qonşularımız da iddialıdır. Bizim dost ölkə gözü, yəni xalqı da Gürcüstanda iddialıdır. Amma bu söz yox ki, Azərbaycanlıların rəqsidir. Əfrasiyyə bəy zamanında bu haqda 2 böyük məqalə yazıb ki, bu rəqs Azərbaycanlılara aiddir. Çünki adı üstündədir, şələ sözü var. Bəli, şələkük, mələkük də mən səfərimizdə yəni ona şələküm də deyirlər, bir adı da Şələqoydur. Amma biz rəqslərlə o sözün mənasını da çalışmışıq, görsədik ki, yəni şələvi qoy, gəl rəqsdə yaraşaq. Çünki bilirsiniz, bu rəqsin ritmi çevikdir, itidir. Təbii ki, bu yaşlı nəslin rəqsidir, cavan insanların rəqsidir. Cavan təbii ki, coşquludur, ritmikdir və rəqs vasitəsilə elə indinin özündə də bir çox el şənliklərində, misal üçün, mən çox zaman görürəm Dağlı cəmadında, bizdə Bakıda rəqs vasitəsilə yarışırlar ki, mən səndən daha çevikəm, mən səndən daha iti hərəkət edəcəyəm və biz də o rəqsimizi yeni bir amplada, yeni bir xoreografiyada, yeni bir tərzdə, indi inşallah qismət olsa, siz də baxarsınız, xalqımız da baxar. Yəni, yenilik mütləq lazımdır, amma kökü saxlamaq üzərində. Əla, minnətdaram sizə, işlərinizdə uğurlar arzulayıram öz fəaliyyətinizdə. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Bugünkü qonağımsa Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti, xoreoqraf Rüfət Xəlidzadə idi. Əgər müəyyən səbəblərdən bizi dinləyə bilmədinizsə, heç məyus olmayın, çünki cəmi bir gün sonra həm Mədəniyyət Nazirliyinin, həm də Yurd FM-in rəsmi YouTube kanalında tam versiyanı dinləyə bilərsiniz. Hələlik.